Salam canlar, yeni vlogdan hər birinizi salamlayıram evimə, kanalıma hər biriniz xoş gəldiniz. Bugünləri qızlar mama ilə mürəbbə hazırlayacağıq. Dedim mən də vlog başladım, biraz çəkiliş edim. Mama səhər-səhər bazara gedib, belə ağ gilas alıb, biz ağ gilas almağa biraz gecikmişik, pişirməyə daha doğrusu. Bahalaşıb ağ gilasla demək olar ki yoxdur, olan da çox bahadır. Bunu mama 5 manatdan alıb. Səhər-səhər alıb gətirdi. İndi başlayırıq bunu təmizləməyə. Mən etdim, vlog başladım. Bugün də mama ilə biraz çəkiliş edim. İnci də mızıllayır, onu da yatdırmalıyam. Bir də ərik alıb, əriyin də mürəbbəsini hazırlamaq üçün belə qəşəng mürəbbəlik əriklərdir. 1 manat 80 qəpikdən alıb, gilası da 5 manat alıb. İnşallah qəşəng də alınar. Birinci gilası təmizləyək, onu qoyaq pesoğa. Sonra da bunu yəqin soyarıq, təmizləyərik. Belə, mən də yavaş-yavaş az-az sizlər üçün çəkiliş edərəm. İndi incini yatdırım, sonra da onu tez mama evə getdi. İndi gələcək, köməkləşib onu təmizləyəcək. Mən də incini yatdırım, sonra çəkilişə davam edərəm. Qızlar, biz başlamışıq mama ilə belə içini çıxartmağa, dənələrin içərdəyini. Belə bir 3 kilo eləmişik, indi qalanını çıxardırıq. Gilas çox bahadır qızlar. Biz də biraz gecikmişik pişirməyə. Bunu dediyim kimi mama 5 manatdan alıb. Bu ildə belə yağışlı olub da. İstərsiniz böyründə, başında xarabları var. Baxın. Belə seçirik onları. Qəşəng təmizləyək. Pişirəndə də inşallah çəkərəm. Görək neçə kilo alınır. 7 kilodan görək neçə kilo təmiz çıxacaq. Burada belə təmizləyirik. Gilası təmizlədik, 6 kilo oldu. Pesoğa qoymuşuq. Belə bir 40 dəqiqə, 45 dəqiqə pesoqda qalsın. Sonra mama qoyacaq bişirməyə. İndi də ərik təmizləyir. Bu da ərik. Belə mama karandaşla içərdəyini çıxardır. Rahat da çıxır içərdəkləri. İnşallah belə pişirdikcə çəkiliş eləyərəm. Görək bundan neçə kiloydu? 7 kilo. 7 kilo ərik. Görək bundan nə qədər çıxır. Rahat çıxır, çox rahat çıxır. Karandaşı da. Saat 11'ə işləyir qızlar. Mama tezindən getmişdi. Rəngi şeydi. Mama deyən başqa karandaş verim. Karandaşın rəngi çıxır. Yəni prastoy gətirim, o tündür. Qızlar, əriyi mama çıxartdı içərdəklərini. Vilka ilə də deşdi 3-4 yerdən. Şərbət hazırladıq. 3 stəkandır burada. 3 kilodur daha doğrusu ərik. 3 kilo əriyə də 3 stəkan şəkər tozu. Hər kiloya da 1 stəkan su. Şərbətin hazırlayıb belə içinə tökdük. Neçə dəqiqə qalır onu tökəndən sonra? 5-6 dəqiqə belə qaldı. 10 dəqiqə kimi. İndi düşürmüşük, belə qalsın şərbətdə. Bunu tez-tez eləyəcək ki, şərbət içərisinə dolsun da, çevirmək lazımdır ehtiyatla. Burada da ağbalını qoyduq artıq pişməyə. Bu da 1 saat qaldı. Bu da qalsın. İndi digər qalan ərik var. Onları da təmizləyib, onları da şərbətə qoyarıq. Belə, inşallah yaxşı alınar. Demək olar ki, qızlar hazırdır. İndi mama düşürəcək buna. Artıq nə qədər olar? 1 saat yarım olar da. 6 kilodur. Böyük rəyəndə pişirik. 6 kilodur. 1 saat yarımdır. Artıq indi düşürəcək. Bir 5 dəqiqə daha düşürərik. Günorta yeməyimizi eləyik. Lobya doğramışam mən də. Burada lobya doğradım. Kənd lobyasıdır. Qaynanam göndərmişlər. Sağ olsunlar. Biraz lobya, təzə kartoşka, nə bilim göyərti belə də olandan göndərmişlər. Bir dəfə pişirdim lobyadan. İndi bunu da doğramışam. Mama düşürsün ləyəni. Bunu da qoyaq günorta yeməyimizə. Qarpız da aldıq. Onu da doğrayaram. Yeməyimizi yeyək. Sonra burada qalan belə əriklər var. Bunları da təmizləyək. Qoyaq şərbətə. Bunlar da qalsın şərbətdə. Hazırdır qızlar, pişdi. Belə mama pişə-pişə kəfin götürmür. Əvvəllər elə götürürdü. İndi də pişəndən sonra belə eləyir. Az-az eləyir. Qalanını da salfetka belə üzərinə eləyəcək. Salfetka ilə götürəcək. Belə daha rahat olur. Qəşəng də alandı rəngi də. Soğusun. İnci də yatmışdı, uyandı.
Gilasımız artıq hazırdır. Qızlar, bir dənə qalıb bunun soğumağı. Bu günləri soğusun, qəşəng. Sabahlar inşallah bankalara yığarıq, ağız şirinliyi ilə yeyək. Digər əriyi də mama təmizlədi. İçərisinə qəşəng geçdi bunları da. İndi qoymuşuq bunu şərbətə. Bir damcı qazda qalsın. Bu da çıxdı 2 kilo yarımdan biraz artıq. 3 kilo digər idi, 2 kilo yarımdan da biraz artıq da buydu. İndi bu da bir 10 dəqiqə kimi belə də qalsın. Sonra bunlar qalacaq. Bunlar qalacaq. Bir də axşam mama bunları bir dəfə də qaynadacaq. Həm ikincidir. Sonra bir də sabahları. Bir də inşallah sabahları tam pişirib götürəcək Allah qoysa. Elə ki 3-cü dəfəyə pişirib götürəcək. Sodalı suya qoyan da var. Hərə bir cürə eləyir də. Soyan da var. Biz keçən soymuşduq mama ilə. Soyub eləmişdik. Ya keçən idi, ondan qabaqki il idi. Soymuşduq, amma sodalı suya qoymamışdıq. Elə bir dəfə pişirmişdik 3 dəfəyə belə az-az. Amma bu dəfə soymadım amma sodalı suya da qoymadıq. Bu şəkildə. İnşallah yaxşı çıxar. Hər cürə hazırlayan var da. Kimin ürəyi necə istəyir. Belə. Bu burada. Bunlar bu hazır. Bu da qaynanacaq. Axşamkisi də. Belə. Canlar, bu günləri İncinin 2 ay tamam olur. Maşallah olsun balama, artıq 2 aylıq oldu. Allah bütün balaları qorusun, içində də bizimkiləri. Allah hamıya bu gözəl paydan qismət eləsin. Bütün evlərdən körpə səsi gəlsin. Hə qızlar, mən də səhər durandan bilirsiniz ki, mama ilə mürəbbə hazırlayırıq. Mətbəxdən ana bala bu günləri çıxmamışıq. Vaxt edib şəkillərini çəkə bilmədim İncinin. Fikirləşdim ki, sabah edərəm. Bugün belə yorğunluqla şəkil çəkməyim. Ancaq sonra ürəyim dözmədi. Dedim 2 ay bugün tamam olursa, şəkilləri də bu günləri çəkməliyəm. Saat 4-ün yarısı idi. Belə 4-ə qalırdı. Mama getdi evlərinə. Dedi gedim biraz istirahət edim. Mən də ortalığı yığışdırdım. Səliqəyə saldım. İncini yedirtdim. Əsas məsələ İnci qarnı tox olsun, yatsın. Əsas ən birinci İncidir. O yatdı. Mən də dedim ki, o yatmışkən hazır uşaq yatır, sakitçilikdir. Gətirdim belə hazırlıq gördüm şəkil çəkmək üçün. Ən rahatı Instagramdan da baxdım ki, mənim üçün fikir olsun. Dedim ən rahatı baxdım ki, pampersdən hazırlamaqdır. Belə pampersdən 2 hazırladım. Oyuncaqlardan da qoydum ətrafına. Dedim belə qəşəng görünsün də, rənglilik olsun. Boyda da ağ geyindirəcəm qızlar. Dedim ağ daha yaxşı olar belə rənglərin içərisində, ağ geyimdə. Donda var idi, baxın. Belə bir don da var idi, bibisi almışdı ona. Bilmirəm ki, bu don elə bilirəm ki, hələ böyük olar da İncinin əyninə. İnşallah 3 aylığında bundan çəkdirər. Yenə də geyindirib baxacağım. Elə sizlərlə birgə geyindirərəm. Baxarıq, görək necə olur İnciyə. Ancaq elə bilirəm ağ boyda daha yaxşı olar. Yenə də baxaram. İndi İnci oyansın. İnci oyanandan sonra birlikte inşallah çekilişleri edərik. Güzellerin birincisi, evimizin bir incisi. Sen bəxtəvər ettin bizi. İnci kızım, inci kızım. Kalbimizin adı sensen, bu hayatın adı sensen. Eşkimizin adı sensen. İnci kızım, inci kızım. Kalbimizin adı sensen, bu hayatın adı sensen, eşkimizin adı sensen. İnci kızım, inci kızım. Benim ömrüm günüm inci, Gülistan'dan gülüm inci. Yeni gündən hər birinizi salamlayıram qızlar. Dünənləri heç bir çəkiliş edə bilmədim. İnanın İnci yatdı. 2 saatdan çox yatdı İnci. Oyanandan sonra zorla bitər İncinin şəkillərini çəkdik. Ona görə heç bir çəkiliş edə bilmədim. İstəyirdim əslində videoya da çəkim o anları. Ancaq o qədər ağladı, mızıldadı ki, bitər sakitləşdirib 5-6 dənə şəkil zorla çəkdik. Bugün də oyandıq qızlar. İncini peyvəndə çağırmışlar 2 ay bitəndən sonra. Getdim ora səhərdən elə gedən saat hal-hazırda 1-dir. Biraz olar gəlmişəm, İncini yedirtdim. Mama da gördüm bizdədir, gəlib. Belə bütün mürəbbələri bankaya yığıb sağ olsun. Bir də əriklər tam pişməli idi, onları bişirib. Belə hərəmizə 4 banka oldu qızlar. Baxın bu şəkildə şirin ağızla yeyək. Can sağlığı yeməyə Allah qismət eləsin. Belə çox da qəşəngdir rəngi də. Belə ekrandan tam başqa cür düşür, amma qəşəng çıxıb. Yaxşı çıxıb. Bu da 4 dənə mama mənə belə kompot gətirib, təbii şir hazırlayıb da 2 dənə həm ərikdən hazırlayıb, həm də şaftalıdan. Hərəsindən 2 dənə də mənə gətirib. Sağ olsun, pay artıq olsun. Bunları da apararam, qoyaram yerinə.
Ömər gəlib deyir ki, şeydir, mama təbii şirəcədir, açaq çək də. Dedim qışda Ömər. İndi yox, qışda. Qışda açarsınız, içilər. İnşallah qışda dadına baxarıq. Bu da ərikdir, qızlar. Tam artıq mama hazırlayıb. Dünənləri 2 dəfə belə qaza qoydu. Bilirsiniz ki, ərik elədi ki, elə mürəbbədir ki, gərək onun nazı ilə oynayasan. Çox da qəşəng alınıb. Əriklər də biri budur, biri də bu. Qəşəng alıb. Heç biri də dağılmayıb. Qəşəng alıb. Mən qapıdan içəri girəndə görəm mama məni allatmaq istəyir. Deyir, ərik elə dağıldı ki, deyir, bütün əzildi. Deyirəm, ay niyə? Girmişəm mətbəxə görəm yox. Deyirəm, mən anam heç vaxt pis mürəbbə bişirməz. Həmişə mürəbbələri qəşəng alınır. Allah canını sağ eləsin. Həmişə öz-özünə Allah möhtac eləsin. Öz-özünə həmişə bişirməyə Allah qismət eləsin. Bu da belə. Mürəbbələri yığıb ağbalını, həmçinin ləyəni, zadı hər şeyi yuyub mama. Bunlar da soğusunlar. Axşama yığarıq, amma. Axşam yığırsın. Hə, belə 9-a, zada, hə. Soyuyar, hə, tam, hə, axşama tam soyuyar. Hə, hə, saat 1-dir, 7 saata soyuyar, 8-ə zada yığılar. Hə, sabah mama işlədir, hə, heç nə. Bu da incoş, qızlar. Coşdu inci iğnə vurulanda. Coşdu qızım. Üzünü qurban olum. Üzünü qurban olum. Hamısı orada yeyirdi mesestralar bunu, yeyirdi. Yo, varımdı suyumda. Ha, var orada da. Lazım olanda. Keçənkini apardım işə. Ha. İşə keçirdim orada. Bir ballı tort pişirəndə eləyirəm. Hə, İnci, iğnə vurdular sənə. Aladın sən. Maşallah, boyu da artıb, çəkisi də artıb İncinin. Allah bütün balları qorusun. Bütün həkimlərdən də keçdik bir-bir. Dedim, hazır getmişəm. İnci ağlasa da. Dedim, qoy bütün həkimlərdən keçib, bir də getməyək. Kəndə də gedəcək, qoy əldən çıxsın. İnşallah bir də peyvəndə çağıranda gedərik. İnci, ay İnci, nə olmuşdu sənə qızım? Nə olmuşdu? Əynini dəyişim, rahat paltar geyindirim İnciyə də. Hə İncoş? Ay İncoş, hələ baxıysan sən? Hələ baxıysan sən? Hələ baxıysan sən? Sən nə vaxt güləsən ay İnci? Sən nə vaxt gülməyə qanasan ay İnci? Hə. 2 ayından 3 ayından da qazı köprüdə gedəcək. Elə də Camal Gül kimi də qazı uşaq deyil. Normaldır, belə olanda olur. Bayrağa da çıxmağı dedi, normaldır dedi. Dedim 2-3 dəfə belə sulu kimi çıxır, dedi normaldır. Hər şeydə yedidir, hər bir şeydə bir vitamin var. Yedidir, meyvəvi də yedidir həkim. Hə. Dedi hər bir şeydə bir şey, deyirəm qorxa-qorxa yeyirəm. O deyir normaldır balaca uşaq üçün elə çıxmağa. Hə İnci? Ağlamışdı, acımışdı. Yeməyi yedi, rahat oldu. Gəl bir dənə çay içi yeriyə, sonra gedərsin. Hə, mama da vecini rahatlayıb. Bir dənə qəşəng çay içək. Səhər qaça-qaça yemək yedim, çıxdım. İnci, dedim ana da əynimi dəyişim. Sənə də gəlim əynimi dəyişək. Rahat-rahat yatsın qızım. Yatsın. Ondan sonra qızlar, mən çəkiliş etməyi unutdum. Həmişə olduğu kimi. Mama getdi. Mən də kartoşka qızartdım gün ortaya, gətirdi uşaqlarla yeməyimizi yedi. Yığışdır, o iş, bu iş, ev işi bitərmi? Bitməz. Çəkiliş etməyi də unutdum. Axşama da belə sümüklətlərim var idi. Gətirdim belə, sos hazırladım. Əslində dolma etmək istəyirdim. Ya kələm dolması, ya üçbacı dolması. Ancaq mağazinə düşməyə heç vaxtım olmadı. İnci də düzgün yatmadı. Dedim, ağlayar, uşaqlar da baxa bilməzlər. Gərək mama gedənəcəm, mən gedib gələrdim mağazaya. O da yadımdan çıxdı. Eyb olmaz. İndi mama gələcək bu mürəbbələri yığmaq üçün. Mama burada olmuşkən mən də düşərəm mağazaya. Həm xiyar pomidorumuz qutarıb, çörəyimiz yoxdur, alaram. Mama da gəlsin, bunları yığsın. Görək neçə bank olur. Mamanın mürəbbəsi. Şirin ağızla içsinlər. Qəşəng də alınıb, heç də dağılmadı. Belə 1-2 dənəsi belə dağılmışdı. Onunla da mama ilə çay içdik gün orta. Qəşəng dadlı idi. Belə canlar. İnci də burada yatır. İncini yatıstıram. Mən əynimi geyinim. Mama gələn kimi mən çıxaram. Gedərəm mağazaya. Alacaqları alıb gələrəm tez. Canlar, vlogu mürəbbə ilə başladım. Mürəbbə ilə də bitirmək istəyirəm. Heç bilmirəm bu 2 gündə nə çəkmişəm, dəqiqəsi nə qədərdir çəkdiklərimin. Ancaq 2 günü birləşdirib vlog hazırlayaram. Dedim bu günləri bunu vlogu bağlayam. Axşam görüm, vaxt edə bilsəm, yuxum gəlməsə İncini yatdıranda vlogu hazırlayaram. Ona görə də dedim qoy sağollaşım ki, vlogu hazırlayıb YouTube'a yükləyə bilim.
Belə mama mürəbbələri yığdı, gəldi bizə. 2 dənə də sağ olsun mənə pay verdi. Mən demişdim ki, mən istəmirəm ərik mürəbbəsi, bişirmə mənə. Çünki istəmirəm mamaya da əziyyət olsun, o da işləyir. Evdə olanda bazara get, gəl, mürəbbəni hazırla. Dedim istəmirəm, özün üçün hazırla. Sağ olsun. Mənə də 2 dənə pay verdi. Allah canını sağ eləsin. Hə, belə canlar. Bunları da aparım, qoyum şkafa. Digər mürəbbələrin yanına ağ gilasları apardım, yerləşdirdim. Mama verən kompotları da. Bir stəkan özümə çay tökmüşəm. Belə mağazaya düşmüşdüm. Biraz evə xiyardan, pomidordan, biraz piçenik zad aldım. Dedim çayla içərik. Neçə gündür ki, vaxt edib şirniyyat hazırlaya bilmirəm. Ancaq hazırlayacağım. Amma neçə gündür vaxt etmək olmur. İnci də mazallayır. Canlar, demək ki, sağollaşmaq lazımdır. Özünüzə yaxşı baxın. İnşallah yeni vloglarda görüşərik. Hələlik.